Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır. Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan Azərbaycan benzininin Ermənistan bazarında daha ucuz qiymətə satılacağını müsbət məqam hesab edir. Bu barədə Papoyan sosial şəbəkədəki paylaşımında qeyd edib. Elə indicə mətbuatda Azərbaycandan premium sinif benzinin 430 drama satılacağı barədə məlumat gördüm. Halbuki ölkəmizdə belə benzinin qiyməti adətən 500-520 dram təşkil edir. Yəni, o daha aşağı qiymətə satılacaq ki, bu da yaxşı haldır, deyə o qeyd edib. O, dövlətin vəzifəsinin bazarı geniş, çeşid və fasiləsiz təchizatla təmin etmək olduğunu vurğulayıb. Dövlətin vəzifəsi müxtəlifliyi, sabit təchizat marşrutlarını, benzin və digər malların əlçatanlığını, yüksək keyfiyyəti və həcmlərlə bağlı saxtakarlığın olmamasını təmin etməkdir. Qalan hər şey artıq sizin öz seçiminizdir, deyə erməni nazir əlavə edib.